Salam düşünebilen təbəqə, daha doğrusu düşünməyə qorxmayan təbəqə. Fikirlərimi o əsasda başlamaq istəyirəm ki, yəni müəyyən yaş dövrünə çatandan sonra kimisə tez, kimisə gec görürsən ki, sevdiyin adamı pulla, yaxşı balnitsanla, duanla saxlaya bilmirsən. Allah Taala dedisə getməlidir, gedəcək. Yəni Steve Jobs'dan oyna yox idi ki. Və bu həqiqəti başa düşəndən sonra əlin, ayağın yerində olandan sonra sağ-salamat həyatdan imtina eləmək, bezmək məncə Allaha acıq gedər. Allaha şərik çıxmıram. Niyə görə? Məsələn, Mike Tyson deyirdi ki, bilirəm ki, yıxılsam, təslim olsam, aqibətim bundan yaxşı olmayacaq. Yəni, əlbəttə ki, ağır çəkili boksyorun ringdə 15 raund qalması dəhşətdir, ağırdır, yorucudur. Amma o üçün yeri gəlmişkən Mike Tyson çox oxuyur, qiraət eləyir, kitab oxuyandır. Və onun bir statı var ki, deyir, bilirəm ki, təslim olsam, yıxılsam, bundan daha yaxşı olmayacaq. İndi əgər ki, vaxtımız çatanda, zamanımız çatanda qayıtçını götürüb o ömrümüzü, taleyimizi yaradan kəsirsə, bitirsə, hər şey öz əlimizdə deyil. Burada oturmuşamsa, qalmışamsa, niyə də bezikim? Mənə sadəcə həyatda qalmaq üçün konsepsiya lazımdır. Özümə əlverişli, özümə sərf eləyən, özümü yormayan, məni bezikdirməyən. Şablonları qoy bir kənara. Gör sənin həyatda qalmağına özünün nə maraq dairələrin var? Səni maraqlandıran nədir? Bu qədər.